Tənliklər sistemi. Deməli uşaqlar, bu gün bir hissəsini izah edəcəm sizə. İki dəyişənli xətti tənliklər sistemini. Gələn dərsdə yüksək dərəcələri izah edəcəm. Tapşırımız olacaq 114-ə qədər. Yaxşımı? Başlayaq. Tərif. AX üstəgəl BY bərabərdir C şəklində olan tənliyə iki dəyişənli xətti tənlik deyilir. Burada A, B və C ədədlərdir, X və Y nələrdir? Dəyişənlərdir. Uşaqlar, niyə iki dəyişənli deyirik? Çünki burada X və Y dedik ki, dəyişəndir. Bəs niyə xətti deyirik adına? Xətti demə səbəbimiz nədir? Çünki bu dəyişənlərin dərəcələri nədir? 1-dir. Şimdi çatıra bildimmi? Sırf buna görə bu tənliklərin adına deyəcəyik iki dəyişənli xətti tənliklər. Məsələn, 2x üstəgəl y bərabərdir 3, 2 dəyişənli xətti tənlikdir. Əgər biz x-in yerinə 2, y-in yerinə -1 qoysaq, x-in yerinə 2 qoyun, y-in yerinə də -1 qoyun. Nə olacaq onda? 4, fikir verin, 2 vur 2, 4, üstəgəl -1 elədi 3. Bəs yaxşı, bu bir qiymətli mi təyin olunur? Yəni, bu tənliyin kökü sadəcə 2 ilə -1-dirmi? Sonsuz saydır. Məsəl üçün, 1 ilə 1 qoyun. X-ə də 1, Y-ə də 1 qoyun. Başqasında deyim mi? Tutaq ki, 4 ilə -5 qoyun. X-in yerinə 4 qoy, Y-in yerinə -5. Yəni, iki dəyişənli xətti tənliyin sonsuz sayda nəyi var uşaqlar? Həlli var. Mənim yazdığım buradakı 2 və -1 bu həllərdən sadəcə biridir. Və yazanda da birinci yerdə həmişə x-i yazmalısınız, ikinci yerdə isə nəyi yazmalısınız? Y-i. Məsələn, dedim ki, bu tənliyin köklərindən biri 4-dür. X bərabər 4, Y bərabər -5-dir. Onda bunu necə yazmalısınız? 4 nöqtə virgül -5. Aydın oldu bu hissəsi? Tamam. İndi keçirəm növbəti bir tərifə. Yazmışıq A1x üstəgəlinsin B1y bərabərdir C1 və A2x üstəgəl B2y bərabərdir C2 şəklində verilən tənliklərə iki dəyişənli xətti tənliklər sistemi deyilir. Uşaqlar, fikir verirsinizmi? Bayaqlar danışdığım bu iki dəyişənli xətti tənlikdən neçə dənə yazmışam bu dəfə? 2 dənə. Onda bunun adına deyəcəyik tənliklər sistemi. Aydın olurmu? Bir dənə olanda özü ayrıca tənlik adlanır. 2 dənə isə adlanır nə? Tənliklər sistemi. Burada yenə x və y dəyişənlərdir. A1, A2, B1, B2, C1, C2 isə nələrdir? Əmsallardır. Dəyişənlərin sistemin hər iki tənliyini doğru ədədi bərabərliyə çevirən qiymətlər cütünə tənliklər sisteminin həlli deyilir və həll x, y cütü şəklində yazılır. Bu nə deməkdir? Baxın, bayaqlar dedim ki, bunun ayrıca neçə dənə kökü var? Sonsuz sayda. Bu ikincisinin də ayrıca deyirəm ha, sonsuz sayda kökü var. Amma mən bura sistem qoymuşamsa, bu sonsuz köklərin içərisində üst-üstə düşən hansıdırsa bizə o lazımdır. Bax, bu olur tənliklər sisteminin nəyi? Həlli. Şimdi çatıra bildimmi? Birincisinin dediyim kimi son sayda həlli var. İkincisinin də son sayda həlli var. Amma tənliklər sisteminin həlli hər ikisini eyni zamanda ödəyən cütdür. İnşallah ki, çatır demək istədiyim. Məsələn, gəlin buna baxaq. 3x üstəgəl 5y bərabər 27, 2x üstəgəl y bərabər 11. İki dəyişənli xətti tənliklər sistemidir və bu sistemin həlli 4-3-dür. Başqa elə bir ədəd yoxdur ki, eyni zamanda həm birincisini, həm ikincisini ödəsin. Aydın oldu mu? Bax, yenə də danışsam. Bunun neçə həlli var deyəcəm? Ayrıca bunun sonsuz sayda. Bunun neçə həlli var? Yenə sonsuz sayda. İndi mənim yazdığım bu 4-3 hər ikisini eyni zamanda doğru bərabərliyə çevirəndir. Başa düşdüyümü? Və burada da yazanda yenə birinci yerdə x-i, ikinci yerdə nəyi yazmalısınız? Y-i. Aydın olur mu? Tamam. İndi davam edirik. İki dəyişənli xətti tənliklər sisteminin həll üsulları. Deməli, hansı üsullar var? Birinci ona baxaq, sonra olaraq nümunələr yazaq. Birinci, əvəz etmə üsulu. İkinci, toplama üsulu və ya çıxma üsulu deyəcəyik. Üçüncünün adı nədir? Müqayisə üsulu və yaxud
eyniləşdirmə üsulu. Birinci əvəz etmə üsulundan tanış olaq. Əvəz etmə üsulu. İki dəyişənli xətti təlinlər sistemini əvəz etmə üsulu ilə həll etmək üçün əvvəlcə sistemin təlinliklərdən birindən dəyişənin birini digəri ilə ifadə etmək, alınan bu ifadəni sistemin digər təlinliyində yerinə yazmaq, alınan bir dəyişənli xətti təlinliyi həll etmək lazımdır. Sonra isə tapdığımız kökü yerinə yazaraq ikinci dəyişənin uyğun qiymətini tapırıq. Gəlin görək nə demək istədim uşaqlar. Birincisindən x-i və ya y-i tapmaq lazımdır. Və yaxud istəsəz ikincisindən də tapa bilərsiniz. Adətən nəyi əvəz eləyərlər? Əmsalı kifayət qədər kiçik olanı. Aydın oldu mu? Məsəl üçün, birincisində x-i tapıb əvəz eləməyimiz məntiqsizdir. Çünki y-in əmsalı daha kiçikdir. Y-i tapaq birincisindən. Deməli, 3x üstəgəl y bərabərdir 11-dən. Y nəyə bərabər oldu? 11 çıx 3x. Daha sonra tapdığım bu 11 çıx 3x-i gətirib ikincidə yerinə qoyuram. İkincidə yerinə qoyuram. 2x üstəgəlinsin 3 vur. 11 çıx 3x bərabərdir 12. İndi gəlin bunu həll eləyək, x-i tapaq. Vurub açıram normal qaydada. 2x üstəgəl 33 çıxılsın 9x bərabər 12. 2x-dən 9x çıxanda mənfi 7x. 33-ü bu tərəfə keçirdik. 12-dən 13 çıxanda mənfi 21. X-imiz tapıldı 3. Bəs y-i necə tapaq? Yerinə qoyaq. Bu defa bu əvəz elədiyimizdə yerinə qoyaq. 11 çıxılsın 3 vur 3. 11 çıx 9-dan y də tapıldı 2. İndi həllər cütünü necə yazacağım ayrıca? 3, 2. 3, 2. Dedik ki, birinci x-i sonra y yazmalıyıq. Aydın olur mu? Problemimiz olacaq maşallah. Gəlin bundan birini də yazaq, möhkəmlənsin. Bir dənə də misal yazaq uşaqlar. Misal 2. İndi ümumi baxın, nəyi əvəz eləyim? İkincisindən 2y. Çünki onun əmsalı daha kiçikdir. Düz danışdım mı? İkincisini götürürəm. 5x üstəgəl 2y bərabərdir 4-dən. 2y bərabərdir 4 çıx 5x yazıram. Onda y özü nə oldu? 4 çıx 5x bölünsün 2. İndi bu y-i gətirin birincide yerinə qoyun. 4x çıxılsın 3 vur. 4 çıx 5x bölünsün 2. Bərabərdir 17. Uşaqlar hamısını 2-yə vuraq. Axı bu tipli tənlikləri kəsrdən azad olmaqla həll edirdik. 2-yə vuraq. 8x. İkincisini 2-yə vuranda 2-lər gedir. Mənfi 3 vurulmalıdır sürətə. Mənfi 12 üstəgəl 15x bərabərdir 34. Demişdim ki, hamısını 2-yə vururuq. İndi burada 8x ilə 15x-in cəmi 23x. Mənfi 12-ni də bu tərəfə atın. 46. X nə oldu aşağılar? 2. X-i 2 tapdım. Qalır indi y-i tapmağım. Gətirib birincisində, bu defa burada, yerinə qoyuram. 4 çıxılsın 5 vur 2 bölünsün 2. 4-dən 10 çıxanda mənfi 6. 2-yə də böldüm. Mənfi 3. Y-i də tapdım. Mənfi 3. İndi həllər cütünü necə yazım? 2 mənfi 3. 2 mənfi 3. Aydın olur mu? Tamam. Davam edirik. Deməli, bu üsulumuzun adı nə idi uşaqlar? Əvəz etmə üsulu. İndi öyrənirik toplama üsulu və yaxud çıxma üsulu. İkisindən də tanış olacaq. Əvvəlcə görək toplama üsulu nə deyir? Deyir ki, iki dəyişənli xətti təlinlər sistemini toplama üsulu ilə həll etmək üçün sistemin təlinliklərini elə ədədlərə vurmaq lazımdır ki, dəyişənlərdən birinin əmsalları əks ədədlərə çevrilsin. Məsələn, birində müsbət 6x varsa, digərində nə olsun? Mənfi 6x. Və yaxud birində müsbət 8y varsa, digərində mənfi 8y olsun. İndi, bundan sonra alınan təlinlikləri tərəf-tərəfə toplayıb, alınan bir dəyişənli təlinliyi həll etmək lazımdır. Sonra isə dəyişənin tapdığımız qiymətini sistemin təlinliklərindən birində yerinə yazıb,
ikinci dəyişənin uyğun qiymətini tapırıq. Görək nə demək istədik. Demək uşaqlar, burada y var, bir də 3y var. Elə eləyək ki, biri digərinə əks olan ədədlərə çevrilsin. Birincisini nəyə vuraq? Mənfi 3-ə. Birincisini vururam mənfi 3-ə. Onda nə olur? Mənfi 9x çıxılsın 3y bərabər mənfi 33. İkincisinə heç nə eləmirəm. 3y bərabərdir 12. İndi toplayaq. Mənfi 3y ilə müsbət 3y getdi. Mənfi 7x bərabər oldu mənfi 21. X-imiz nə oldu aşağılar? 3. İndi kifayətlənəkmi bundan? Y-i də tapmaq lazımdır. Tapdığımız bu 3-ü gətirin birincizdə yerinə qoyun. 3 vur 3 üstə gəl y bərabərdir 11. Y oldu 11 çıx 9-dan 2. Y-i də tapdım 2. Onda həll cütü 3, 2. Bilmirəm fikir verdiniz yoxsa yox. Bu sual əslində bayaqki sualdır. Sadəcə olaraq bu dəfə toplama üsulu ilə həll elədim. Aydındır? Sizə hansı rahatdırsa onunla da həll eləyərsiniz. Yəni nəyəsə sizi məcbur eləmək düzgün deyil. Nətər? Hə, orada yazıbsa məcbursan onu dediyi kimi yazasan. Amma burada sadəcə üsulları öyrətmək üçün mən şərti belə dəyişmişəm. Sizə düşəndə belə düşəcək. Təyinlər sistemini həll edin. Necə istəyirsən elə, istəyirsən kimlərsə köçür. Aydın oldu mu əli? Baxaq bura. İndi, burada nə eləyək aşağılar? Burada nə eləyək? Mənfi 3y var, bir də müsbət 2y var. Biri mənfi 6y, biri müsbət 6y. Birincisini nəyə vurum? 2-yə. İkincisini nəyə vurum? Yox, 3-ə. Mənfi müsbəti var axı. İndi birincisini 2-yə vuranda olur 8x çıx 6y bərabərdir 34. İkincisini 3-ə vuranda 15x üstə gəl 6y bərabər oldu nəyə? 12-yə. İndi tərəf-tərəfə toplasam, mənfi 6y ilə müsbət 6y islah olunur. 8x ilə 15x'i topladım. 23x. 34 ilə 12 46. X tapıldı, deməli 2. Daha sonra bu 2-ni indi hansını da yerinə qoysaq yaxşıdır? Birinci tənlikdə yoxsa ikinci tənlikdə? İkincidə. Çünki ikincidə y-in əmsalı daha kiçikdir. Yerinə qoyuram. 5 vurulsun 2. Üstə gəl 2y bərabərdir 4. Buradan 2y bərabərdir. 5-i 2-yə vuranda 10. Onu da bu tərəf keçirdik. Mənfi 6. Y-imiz nə tapıldı? Mənfi 3. Onda həllər cütümüzü birinci x, ikinci y olmaq şərti ilə 2, mənfi 3 yazaram. Çatdı mı? Çatdı. Bu oldu toplama üsulu. İndi gəlin çıxma üsulunu öyrədim sizə. Misal 5. Yenə fikir versinizmi? Eyni tənlikdir. Amma həll üsulumuz fərqli olacaq. Uşaqlar, tərəf-tərəfə çıxma üsulunda bu əmsallar tamamilə eyni olmalıdır ki, mən çıxanda bunlar bir-birini islah eləsin. Bax, tərəf-tərəf toplama üsulunda biri mənfi, biri müsbət olmalıydı. İndi tərəf-tərəfə çıxma yazıramsa, əmsallar eyni olmalıdır. Bura müsbət 3y-dir, burada müsbət 3y olsun. Onda 3-ə vururam. 9x üstə gəl 3y nəyə bərabər oldu? 33. Hamısını 3-ə vurdum. İkincisinə heç nə eləmirəm. 12. İndi çıxaq tərəf-tərəfə uşaqlar. 3y-lər gedər. 7x-imiz 21 oldu. X-imiz nə oldu aşağılar? 3. Bəs y-i necə tapaq? Sizcə birinci tənlikdə yoxsa ikinci tənlikdə? Hansını da yerinə qoyaq? Birincidə yerinə qoyaq. 3 vur 3 üstə gəl y bərabərdir 11. Onda y nə oldu? 9 bu tərəf keçir. Olacaq 2. Həllər cütü 3, 2. Çatır uşaqlar? Çatır. Davam edirik. Misal 6-ya baxın. Bunu da tərəf-tərəfə çıxma üsulu ilə həll edək. Uşaqlar, gəlin birincisinin hər birini 2-yə vuraq. İkincisini də mənfi 3-ə vuraq. Birincisini vururam deməli 2-yə. İkincisini də vururam mənfi 3-ə. Birincisini 2-yə vuranda
8x çıxılsın 6y bərabərdir 34. İkincisini vuranda mənfi 15x çıxılsın 6y bərabər oldu. Mənfi 12. Tərəf tərəfə çıxanda bunlar gedir. 8x-dən mənfi 15x çıxanda 8x çıxılsın mənfi 15x. Müsbət 23x eləyir. 34 çıx mənfi 12. 46. Onda x-imiz nə oldu yenə? 2. İndi x-i 2 tapmışam. Bu 2-ni gətirib ikinci tənlikdə yerinə qoyaram. Nə olacaq? 10 üstə gəl 2y bərabərdir 4. 2y bərabərdir. Onu bu tərəf atıb. Mənfi 6. Y tapıldı. Mənfi 3. Həllər cütü 2, mənfi 3. Bu da oldu deməli tərəf tərəfə çıxma üsulu. İndi uşaqlar, gəlin müqayisə üsuluna baxaq. Müqayisə üsulunun digər bir adına nə demişdik? Eyniləşdirmə. Gəlin görək mahiyyəti nədən ibarətdir? İki dəyişənli xətti tənliklər sistemini müqayisə üsulu ilə həll etmək üçün hər iki tənlikdən istənilən dəyişəni tapıb bu dəyişənləri bərabərləşdirmək lazımdır. Sonra isə dəyişənin tapdığımız qiymətini sistemin tənliklərindən birində yerinə yazıb ikinci dəyişənin uyğun qiymətini tapırıq. Nə başa düşdünüz? Qulaq astınızmı ümumiyyətlə? Deməli, mahiyyəti nədən ibarətdir? Hər iki tənlikdən hansısa bir dəyişəni tapın. Məsəl üçün, birincisindən nəyi tapmaq rahatdır? Y-i. Birincisindən Y-i tapıram. 3x üstə gəl Y bərabər 11-dən. Y nəyə bərabərdir aşağılar? 11 çıx 3x. Birincisindən Y tapdınızsa, ikincisindən də Y tapın. Tapın ikincisindən də Y. 2x üstə gəl 3y bərabərdir 12-dən. 3y bərabərdir 12 çıx 2x. Onda Y özü nə olar? 12 çıx 2x bölünsün 3. İndi fikir verin, hər ikisində Y tapılıb. Daha sonra bunları bərabərləşdirin, yəni eyniləşdirin. Nə başa düşdünüz uşaqlar? 11 çıx 3x nəyə bərabər imiş? 12 çıx 2x bölünsün 3-ə. İndi bu tənliyi həll edin. 3-ə vuraq hər iki tərəfini. 33 çıx 9x bərabərdir 12 çıxaq 2x. Mənfi 2x'i bu tərəfi keçirdim. Mənfi 7x elədi. 33-ü bu tərəfi keçirdim. Mənfi 21. X-imiz nə oldu aşağılar? 3. Kifayətlənək mi bundan? Y-i də tapmaq lazımdır. Bu 3-ü gətirin qoyun. Birincidə. 11 çıxılsın 3 vuraq 3. Bu da elədi 2. Onda həllər cütü. Yenə 3 2. Fikir versiniz, yenə tənlik eyni tənlikdir. Sadəcə olaraq üsulumuz müqayisə üsuludur. Başa düşdünüzmü? Gəlin birini də yazaq. Misal 8. Uşaqlar, bu dəfə hər ikisindən gəlin x-i tapaq. Y-i izah elədim onsuz da. X-i tapaq. Birincisindən x-i tapmaq istəyirəmsə, 4x bərabərdir. 17 üstə gəl nə yazaram? Onda x-in özü nəyə bərabərdir deyərəm? 17 üstə gəl 3y bölünsün 4. İkincisindən də kömək eləyin, x-i tapın. Yazacam onda 5x bərabərdir 4 çıxaq 2y. X özü nəyə bərabər oldu? 4 çıx 2y bölünsün 5. Sonra üsulumuz nə deyirdi? Bərabərləşdirir. Bərabərləşdirək tənasübü oxşayacaq da, fikir versiniz. Bölünsün 4 bərabərdir. 4 çıx 2y bölünsün 5. Bəs bunu necə həll eləyərlər? Çarpaz. 5-i vurdum. 85. Üstə gəl 15y bərabərdir. 16 çıx 8y. Mənim 8y keçdi bərabərliyin soluna. 23y oldu. 85 də bu tərəfə keçdi. Mənfi 69 oldu. Onda y özü mənfi 3. Y-imiz mənfi 3'dür. Bu mənfi 3'ü gətirin ya birincə ya ikincə yerinə qoyun. 17 çıx 9 böl 4. Nə verdi? 8 böl 4 cavab oldu 2. Həllər cütü 2 mənfi 3. Aydın olur mu? Tamam.
İnşallah, iki dəyişənli xətti təhlillər sisteminin həllinə aid bəzi nümunələr. Bunlara baxaq. Misal 9. Misal 9-a baxanda, təbii ki, A kvadrat B kvadratını necə açmağı düşünürük? Əla. Yazıram. A çıx B vurulsun A üstəgəl B bərabərdir. 13 necədədir aşağılar? Sadə. Və A ilə B naturaldır deyə 13'ü yalnız 1 vurulsun 13 yaza bilərsiniz. Bax, orada natural şərti olmasaydı 13'ü 1 vur 13 yazmayın. Bəlkə 2 vur 6 onda 5'dir. Bəlkə 3 vurulsun 13 bölü 3'dür. Aydın olur mu nə deyirəm? Şərtdə natural veribdirsə bunu eləyə bilərsiniz. İndi bundan sonra kiçik vuruğa, böyükdə böyük vuruğa bərabər olmalıdır. Yəni, A çıx B nəyə bərabər olmalıdır? 1'ə. A üstəgəl B nəyə bərabər olmalıdır? 13'ə. Və təbii ki, bunda necə həll edirlər? Tərəf-tərəfə toplayırlar. Mənfi B müsbət B ilə getdi. 2A bərabər 14. A bərabər oldu 7. İşimiz qurtardı mı? Bu 7'ni də gətir birincidə və yaxud ikincə yerinə qoy. İkincə qoysaz yaxşıdır. 7 üstəgəl B 13'dürsə, B də tapılır 6. İndi məndən nə istəyir? Hasilini. A vur B bərabərdir 7 vur 6'dan. Nəticə oldu 42. Çatır mı? Çatır. Sonra davam edirik. İndi misal ona baxaq. Uşaqlar, kəsr var, təbii ki olmağını istəmirik. Birincisinin hər birini 3'ə, ikincisinin hər birini 4'ə. Və uşaqlar var ki, bu 3 ilə 4 onların beynini qarışdırır, götürür 12'yə vurur. 3 sadəcə birinci tənlikdədir. Birinci tənlikdə 3'ün olmağını istəmirəm. Onda təbii ki, nəyə vuraram? 3'ə. İkincisində də 4'ün olmağını istəmirəm, məxrəcdə. Onda 4'ə vuraram. 3'ə vuranda x çıx y nəyə bərabər oldu? 12'yə. İkincisini 4'ə vuranda 4'lər gedir. X üstəgəl y bərabər oldu 8. İndi gəlin, tərəf-tərəfə toplayaq. Toplasam gedəcəklər. 2x'imiz 20. X'imiz tapıldı 10. Onda y nə olar? Bu 10'u gətirin ikincə yerinə qoyun. 10 üstəgəl y 8'dir deyə. Y tapılacaq. Mənfi 2. Əlimizdə x də var, y də var. Hasilini soruşur aşağılar. 10 vur mənfi 2'dən nəticə olacaq mənfi 20. Çətindir? Xeyr. Misal 11. İndi 0,4'ün olmağını istəmirəm orada. 0,10'dan azad olmaq üçün nəyə vurarlar? 10'a. Birincisinin hər birini, eləcə də ikincisinin hər birini gəlin 10'a vuraq. Birincisini 10'a vursam 4 vurulsun x çıx y-imiz neçə eləyər? 120. İkincisini 10'a vursam 7 vurulsun x üstəgəl y 280. İndi uşaqlar birincisinin hər birini 4'ə bölün. Onda x çıx y neçə eləyəcək? 30. İkincisinin hər birini 7'yə bölün. X üstəgələ y nəyə bərabər oldu? 40'a. Bəs bunu necə həll eləyərik? Yenə də topla tərəf-tərəfə y-lər getsin. 2x'imiz 70. X'imiz 35. İndi uşaqlar, sakit olun. Sakit olun. 35 üstəgəl y bərabərdir 40. Y bərabər olacaq 5'ə. X də tapılıb, y də tapılıb. Hasili lazımdır. X vur y 35 vurulsun 5'dən 175 deyəcək. Aydın olur mu? Tamam. Davam edirik. İndi baxırıq. Uşaqlar misal 12'yə. Uşaqlar x kvadrat çıx 2x görəndə bunun yanına 1 yazsam tam kvadrata gələr də. Görün nə demək istədim. X kvadrat çıx 2x üstəgəl 1 çıx 1 yazıram. Eləcə də y kvadrat üstəgəl 4y üstəgəl 4 çıx 4 bərabərdir 0. Bu 4'ü necə tapdım? Buradakı 4'ü 2'yə bölüb kvadratın yazdım. İndi uşaqlar, bunun bu hissəsi nə verdi mənə? X çıx 1'in kvadratı. Bunun bu hissəsi nə verdi? Y üstəgəl 2'nin kvadratı. Mənfi 1, mənfi 4, müsbət 5. Bunlar hamısı bir-birini islah eləyir. Qaldı 0.
Sonra qaydamız var idi. 2 kvadratın cəmi nə zaman sıfırdır? Ayrı-ayrılıqda sıfıra bərabər olsalar. Yazıram, x çıx 1 bərabər sıfırdan x tapıldı 1. Y üstəgəl 2 bərabər sıfırdan y nə tapıldı? Mənfi 2. Hasilini soruşur. 1 vuraq mənfi 2. Cavab oldu mənfi 2. Çətin bir şey? Yoxdur. Davam edirik. Misal 13'ə baxırıq. Uşaqlar, burada hazır veriblər, görürsünüzmü? Yenə 2 kvadratın cəmi sıfırdır. Necə deyəcəyik? Ayrı-ayrı sıfır. Birincisini də sıfır, ikincisini də sıfır eləyirəm. İndi baxın. 2x çıx 3 bərabər sıfırdan. 2x bərabər oldu 3. X nə tapıldı? 1,5. Bu yadımda qalsın. Sonra 4x çıx 3y üstəgəl 9 bərabər sıfırdan. X'imiz 1,5 daxı. Gətir 1,5'i yerinə qoy. 4 vur 1,5. 6. Çıxılsın 3y üstəgəl 9 bərabər 0. Mənfi 3y bərabərdir. 6 ilə 9'un cəmi 15. 15'i keçirdin digər tərəfə mənfi 15. Onda y'imiz nə oldu? 5. Soruşur məndən x üstəgəl y cəmini. 1,5 üstəgəlsin 5. Cavab oldu 6,5. Öyrənə bildiniz? Tamam. Bax, bunların hamısından ev tapşırığında suallar var. Misal 14. Deməli, uşaqlar, 0 tam dövrdə 4 deməkdir o. 0 tam dövrdə 4'ü necə çevirərlər? 9'da 4. Yazıram, y bölünsün x bərabərdir 9'da 4. Sonra çarpaz vursam, 4x bərabərdir 9y. İndi təbii ki, k'ya keçərəm. Əslində burada da keçə bilərdik k'ya, amma bundan k'ya keçmək daha rahatdır. X'imiz 9k, y'imiz oldu nə? 4k. İndi uşaqlar, tapdığım bu 9k və 4k'nı gətirib ikincisində yerinə qoyuram. Olacaq 2 vurulsun 9k, 5 vurulsun 4k, bərabərdir mənfi 4. 18k'dan 20k çıxanda mənfi 2k, mənfi 4. K nə tapıldı? 2. K 2'dirsə, demək ki, x'imiz nəymiş onda? 18. Y nəymiş? 8. Gətirib burada yerinə 2'lər qoydum da elə bil ki. İndi məndən istəyir x çıx y fərqini. 18 çıx 8'dən nəticəmiz oldu 10. Aydın olurmu? Tamam. Davam edirik. Misal 15. Təbii ki, nə edəcəyik? Əvvəlcə mötərizələri vurub açacaq. Nə olacaq ay uşaqlar? 10x çıx 6y çıx 2y bərabərdir 8 çıxılsın 2x. İkincisini də vuraq açaq. 3x üstə gəlinsin 5x çıxılsın 10y bərabərdir 4 çıxaq 10y. İnşallah birincisini gəlin səliqəli yazaq. Səliqəli yazaq dediyim nədir? İki dəyişənli xətti tənliyin səliqəli halı buydu. Ax üstəgəl by bərabərdir c. Yəni birinci x gəlsin, sonra y gəlsin. Bərabərdir ədəd olsun. Necə eləyim onda uşaqlar? Mənfi 2x'i bu tərəfə verin. Olacaq 12x. Sonra çıxılsın 8y bərabərdir nəyə? 8'ə. Artıq səliqəlidir. İkincisində də mənfi 3x'in üstünə 5x gələndə 2x. Sonra mənfi 10y ilə müsbət 10y gedir. 2x bərabərdir 4. İndi necə eləyək bundan sonra? İkincisindən x'in 2 olduğu rahat göründü mü? Bu ikini də gətir birincidə yerinə qoy. 24 çıxılsın 8y bərabərdir 8. Mənfi 8y'imiz 8'dən 24 çıxanda mənfi 16, y tapıldı 2. Tənliklər sistemini həll edin deyir. Demək ki, həll cütünü istəyir məndən. Cavab olacaq 2, 2. Çatır mı? Tamam. Sonra davam edirik. Misal 16. Deyir, m-in hansı qiymətində a, 3a ədədlər cütü tənliklər sisteminin həllidir. Uşaqlar, tənliklər sisteminin həlli hansı adcılıqla yazılırdı? X, y.
Demək ki, burada göstərilən A bizim nəyimizdir? X-imiz. 3A isə Y-dir. Mən də bu tənliklər sistemində X-in yerinə A-nı, Y-in yerinə nə yazıram? 3A-nı. Nə olacaq? 4A çıxılsın. M-i 3A-ya vuranda 3AM deyərlər. Bərabərdir mənfi 10. İkincisində yerinə qoysam, A çıxılsın 3'ü 3A'ya vuranda 9A bərabərdir 8. İndi mənfi 8A bərabərdir 8. A'mız nə oldu aşağılar? Mənfi 1. Aydın oldu mu? A'mız oldu mənfi 1. İndi bu mənfi 1'i gətirib birincisində yerinə qoyuram. Nə olur? 4 vur mənfi 1. Mənfi 4. Mənfi 1 qoyuramsa, bu da bax burada mənfi 1 qoyuram. Müsbət 3M bərabərdir mənfi 10. Buradan 3M bərabər oldu mənfi 6'ya. Çünki mənfi 4'ü bu tərəfə keçirəndə. M-də nə tapıldı uşaqlar? Mənfi 2. Aydın oldu mu? Tamam. Davam edirik. Davam edirik. İndi belə bir şey gəlir. A1x üstəgəl B1y bərabərdir C1 və A2x üstəgəl B2y bərabər C2 tənliklər sisteminin əmsalları A1 bölü A2 fərqlidir B1 bölü B2 şərtini ödəyirsə, onda bu tənliklər sisteminin deyəcəyi ki, yeganə nəyi var? Yeganə həlli var. Aydın oldu mu aşağılar? Tənliklər sistemi yeganə həllinin olması üçün A1 bölü A2 fərqli olmalıdır. Nədən? B1 bölü B2'dən. İndi buna ait bir misala baxaq. Deyir, A'nın hansı qiymətində verilmiş bu tənliklər sistemi yeganə həlli var. Uşaqlar, bu tipli testlərdə, diqqətlə qulaq asırsınız mənə, əvvəlcə siz səliqəli yoxlamalısınız. Ki, görək bu verilən səliqəlidirmi? Yəni standartdırmı? Bizim istədiyimiz kimidirmi? Biz nə istəyirdik? Bayaqdan nə yazırıq? Birinci x-lər gəlməlidir. Gəlibmi? İkinci y-lər gəlməlidir. Və bərabərdir ədəd olmalı. Demək ki, səliqəlidir. Onda A1 bölü A2 fərqlidir B1 bölü B2 qaydasına görə yazmalısınız 4 bölünsün A, yəni x-lərin əmsallar nisbəti fərqlidir y-lərin əmsallar nisbətindən. 14 bölü 42'den. 14 ilə 42 ixtisara gedir. Burada 1, burada 3. İndi çarpaz vursaz A fərqlidir 12 alacaqsınız. A 12'dən fərqlidir. Nə deməkdir bu? Yəni birdə 12 olmasın. Qalan nə olursa olsun. Onda cavabımız ikinci bir yazılış forması da var. Mənfi sonsuzluqdan 12'yə birləşir aşağılar 12'dən hara? Müsbət sonsuzluğa. Çatırmı? Çatır. Bəs yaxşı, desə ki, verilmiş bu tənliklər sisteminin nə zaman həlli yoxdur? Bu zaman nə etməlisiniz? A1 bölü A2 bərabər olmalıdır B1 bölü B2'yə, fərqli olmalıdır nədən? C1 bölü C2'dən. İndi gəlin misalımıza baxaq. Misal 18. Deyir, M-in hansı mənfi qiymətində verilmiş bu tənliklər sisteminin həlli yoxdur? Qaydanı necə dedi uşaqlar? Hə, qaydaya keçməmişdən qabaq nəyinə baxırdıq? Səliqəsinə. Səliqəlidirmi? Bəli. Onda yazacağım. M bölü 4 bərabərdir 1 bölünsün M. Da Y bölü M yazmayın uşaqlar. Çünki biz əmsallar nisbətini yazırıq. Y-in əmsalı 1'dir orada. Fərqlidir. 3 bölünsün 5'dən. İndi, bax bunun bu hissəsini vurun çarpaz. M-in kvadratı bərabər 4. M nə oldu? Həm 2, həm də mənfi 2. Məndən nə istəyir? Mənfi qiymətini. Cavabımız olacaq mənfi 2. Çatır aşağılar. Tamam. Əslində burada bir şey var. İstəyirəm ki, onu deyim sizə. Tapdığımız bu 2 və mənfi 2 ədədlərini yaxşı olar ki, həmişə yazıb yoxlayasınız. Nə demək istəyirəm? M-ləri yerinə 2 qoyun. 2 bölü 4 bərabərdir. 1 bölü 2 fərqlidir. 5'də 3. Gəlin görək bu doğru yazılışdı mı? 4'də 2, 2'də 1 verir da elə. 2'də 1 həqiqətən 2'də 1'ə bərabərdir. 5'də 3'dən də nədir? Fərqlidir. Deməli 2 də bizim cavabımızdır.
Mənfi 2-ni götürsək, mənfi 2-ni götürsək, 4-də mənfi 2 bərabərdir. Mənfi 2-də 1 fərqlidir, 5-də 3. Bu da ödəyirmi? Mənfi 2-də 1 bərabər mənfi 2-də 1 fərqlidir, 5-də 3. Bu da ödəyir. Yəni 2-də mənfi 2-də bu tənliklər sisteminin şərtini ödəyir. Amma bizə lazım olanı mənfidir. Şərtdə mənfidir. Aydın oldu mu aşağılar? Tamam. İndi misal 19-a baxaq. Yenə ilk növbədə nəyinə baxmalıydıq? Səliqəsinə. Səliqəlidirmi? Xeyr. Birincisi əslində səliqəlidir. Həqiqətən də birinci x, ikinci y bərabərdir ədəd gəlir. İkincisinin yerini dəyişin. Birincisi olduğu kimi qalsın. Uşaqlar, indi başa düşdünüz, bayaqdan niyə səliqə deyirdim? Bərabərdir, daha doğrusu üstə gəlinsin. 2y bərabərdir 8. İndi nə etməliyik? 6 bölünsün 3. Həlli yoxdursa 6 bölü 3. A bölü 2-yə bərabər olmalıdır. Fərqli olmalıdır. 14 böl 8-də. İndi bu hissəni gəlin belə eləyək. Bundan buna aparaq. Burada 2, burada 1 qalsın. Çarpaz vurun. A nəyə bərabər oldu? 4-ə. İndi təbii ki, bu 4-ü yoxlamalıyıq. Görək işimizə yarayırmı? 4-ü qoysam 6 bölü 3 neçə eləyir? 2. Bərabərdir. 4-ü burada qoysam 4 bölü 2 2. Bu da bərabər deyil. 14 böl 8. Doğrudur məncə. Həqiqətən də 2 2-yə bərabərdir. Və 14 böl 8-dən fərqlidir. Onda cavabımız olacaq 4. Yaxşı mı? Tamam. Bundan bir dənəsi də var. Gəlin buna da baxaq. Misal 20. Sizcə səliqəlidirmi? Xeyr. Nə idi səliqəmiz? Birinci x, sonra y, sonra ədəd gəlməlidir. Onda gəlin belə eləyək. Bu 2x-i ataq bərabərliyin soluna. Mənfi 2x üstə gəl y bərabərdir 3. İkincisi üçün də dəyişək. Olacaq. Mənfi kökdə ax üstə gəl y bərabərdir mənfi 5. İndi son sayda, daha doğrusu həlli yoxdursa, nə dedik? Mənfi 2 bölünsün mənfi kökdə a bərabərdir 1 böl 1. Y-lərin əmsallarını götürdük. Fərqlidir 3 bölünsün mənfi 5. İnşallah buradakı bu mənfilər gedir həqiqətən. Çarpaz vursam kökdə bərabər oldu 2. Kvarta yüksəldin. A nəyə bərabər oldu? 4. İndi gəlin görək bu 4 işimizə yarayırmı? 4-ü yerinə qoysam 2 böl kökdə 4. 1 eləyir də. 1 bərabərdir 1. Baxın 1 bərabərdir 1. Fərqlidir mənfi 5-də 3. Olur. Demək ki cavabımız 4 imiş. Aydın oldu mu? Tamam. İndi nəhayət son bir qaydamız. Nə zaman tənliklər sisteminin son sayda həlli var imiş uşaqlar? Bütün nisbətlər bir-birinə bərabərsə. A1 böl A2 bərabərdir B1 böl B2. O da bərabərdir C1 böl C2. Bu zaman deyəcək ki, tənliklər sisteminin son sayda həlli var. Gəlin baxaq. X-in əmsalı nədir burada? 1. Yazacağım. 1 bölü 3 bərabərdir. Y-in əmsalı M. Aşağıda mənfi 2. Bərabərdir 2 böl 6. Bir şey unutdum. Səliqəlidirmi? Səliqəlidir. Birinci x-lər, sonra y-lər, sonra ədədlər. İndi uşaqlar, istəsəz bu ikisini çarpaz vurun. İstəsəz bu ikisini çarpaz vurun. Birinci ilə ikincini götürək, çarpaz vuraq. Nə oldu onda? 3m bərabər mənfi 2. M-dən oldu aşağılar. Xeyr. Mənfi 3-də 2. 3 bölü 2 deyil ki, 1 onda 5 deyəsiniz. Cavabımız oldu. Mənfi 3-də 2. Aydın oldu mu? İndi mənfi 3-də 2-ni gətirib burada m-i yerinə qoysaz. 3-də 1 bərabər olur 3-də 1-ə. O da bərabər olur 6-da 2. 6-da 2 deyilə nə deməkdir? 3-də 1. Deməli, cavabımız həqiqətən də mənfi 3-də 2 imiş. Çatdı mı? Bəli. Davam edirik. Misal 22. Yenə deyir ki, A və B-nin hansı qiymətlərində tənliklər sisteminin son sayda həlli var? Səliqəlidirmi? Bəli. Onda yazaq. 1 böl B bərabərdir. Mənfi A böl mənfi 6.
Bu da bərabərdir 6 bölünsün A. Uşaqlar buradakı gəlin bu mənfiləri silək. Onsuz da mənfi ilə gedir. İndi birinci və ikincisini çarpaz vursam, AB hasili nəyə bərabər oldu? 6-ya. Buradan nəsə tapmaq olmur. İkinci ilə üçüncünü çarpaz vurun uşaqlar. A kvadrat bərabərdir 36. Onda A-mız həm 6, həm də nə olacaq? Mənfi 6. Uşaqlar, A 6-dırsa, gətirib birincə yerinə qoysam, A bərabər 6 qiymətində 6B bərabərdir 6-dan B-ni nə tapıram? 1. Bu oldu birinci həll cütü. 6 və 1. Mənfi 6-nı qoysaq bəs, A bərabərdir mənfi 6 olsa, bu defa burada yerinə qoyuram. Nə olacaq uşaqlar? Mənfi 6B bərabərdir 6-dan, B də tapılacaq mənfi 1. İndi yekun cavabımız A bərabər 6 olanda B bərabərdir 1 və ya A-mız mənfi 6 olanda B-miz nə oldu aşağılar? Mənfi 1. Tam çatdı? Çatdı. Sonra davam edirik. Misal 23. Səliqəlidirmi? Xeyr. Harda qayda pozulub? Birinci x gəlməlidir. Yerin dəyişim. Mənfi 10x üstəgəl y bərabərdir 7. İkincisində mənfi kx üstəgəl y bərabər, bu da 7. İndi necə yazacağım aşağılar? Nisbətlərini yaz birinci. Mənfi 10 böl mənfi k bərabərdir 1 böl 1, bu da bərabərdir 7 böl 7. İndi buradan bu mənfilər gedər. Qalanları da vurun çarpaz. K tapıldı 10. Həqiqətən də 10-u yerinə qoyanda 1 bərabər 1, o da bərabər 1. Çatırmı? Çatır. Bu nisbətən sadə idi. Nəhayət son bir sualımız var. Buna da baxaq. Burada biraz diqqətli olun uşaqlar. Burada biraz diqqətli olun. Deməli, yuxarısı da, aşağısı da səliqəlidir. Onda son sayda həlli varsa, birbaşa keçək nisbətlərə. Yazıram nə? Mənfi 4 bölünsün m üstəgəl 6 bərabərdir. M bölünsün 2, bu da bərabərdir. M plus 1 bölünsün m plus 3. İnşallah birinci və ikincini gəlin götürək, çarpaz vuraq. Bax, buranı vuraq, çarpaz. M-in kvadratı üstə gəlinsin 6m bərabərdir mənfi 8. Mənfi 8-i keçirirəm o tərəfə. M kvadrat üstəgəl 6m üstəgəl 8 bərabərdir 0. Düzdürmü? Buradan tapılan kökləri deyin mənə. Uşaqlar, biri mənfi 2-dir, biri də mənfi 4-dür. Vietlə tapdım da. İndi, diqqətlə qulaq asın mənə. İndi, mənfi 2-ni gətirib bunun hamısında yerinə qoyuram. Əgər mənfi 2 bizim şərtimizi ödəyirsə, gərək 3-ü də bir-birinə bərabər olsun. Mənfi 2-ni qoyaq yerinə. M bərabər mənfi 2 olsa, yazıram, mənfi 4 bölünsün, mənfi 2 üstəgəl 6. Mənfi 2 bölü 2 bərabərdir. Mənfi 2 üstəgəl 1 bölünsün, mənfi 2 üstəgəlsin 3. Uşaqlar, birincisi bizə nə verir? Diqqətlə baxın. Aşağısı 4 eləyir də. Mənfi 4 böl 4, mənfi 1. Mənfi 2-ni 2-yə böləndə, bu da mənfi 1. Mənfi 1-i müsbət 1-ə böləndə, mənfi 1. 3-ü də bir-birinə bərabər oldu mu? Deməli, m bərabərdir mənfi 2, mənim işimə yaradı. Qalır digərini yoxlamağım. M bərabər mənfi 4 olsa. Mənfi 4-ü qoyaq yerinə. Yenə bu da burada yerinə qoymalısınız. Mənfi 4 bölünsün. Mənfi 4 üstəgəl 6. Düz yazıram mı? Bərabərdir. Mənfi 4 bölü 2 bərabərdir. Mənfi 4 üstəgəl 1 bölünsün. Mənfi 4 üstəgəlsin 3. İndi tək-tək hesablayıram. Birincisini mənfi 4 bölü müsbət 2-dən nə aldım? Mənfi 2. Mənfi 4 bölü 2-dən mənfi 2. Yuxarısı mənfi 3 eləyir. Aşağısı mənfi 1, bu da elədi 3. Ödəndi mi sizdə? Xeyr. Əgər mənfi 4 mənim işimə yarasaydı, 3-ün də bir-birinə bərabər eləyərdi. Demək ödəmədi. Onda bu mənfi 4-ü kənarlaşdırırıq. Cavabımız olur sadəcə mənfi 2. Aydın da uşaqlar? Tamam.